Paytaxtda narkotik axtarışına çıxanlardan sujetimiz var. Həmin sujeti faktlarla təqdim edəcəyik. Başqasının evində, həyətində, gecə saatlarında insan nə axtara bilər? Sözsüz ki, ya oğurluq məqsədi ilə, ya da başqa çirkin əməllərini həyata keçirmək üçün axtarış apara bilər. Qaynar xəttimizə zəng vuran Binəqədi sakinləri böyük bir təhlükə ilə üzdə qaldıqlarını deyirlər. Artıq həmin ərazidə polis əməliyyat keçirib. Daha ətraflı növbəti sujetimizdə. İddialara görə narkotik alverçiləri satış məqsədi ilə gündüz saatlarında bu küçənin müxtəlif ərazilərində narkotiki müxtəlif yerlərə atırlar. Gecələr isə həmən sifarişçilər ərazidən narkotiki götürüb uzaqlaşırlar. Bax, oğlan bax, görsən bax. Bax, gəldi, gidi, götürdü, mindi maşına, qardaş, çıxdı, getdi. Əraziyə gecə saatlarında gəlirlər. Seçdikləri ünvanda qəsəbənin ən sakit və gecə saatlarında zülmət qaranlığa qərq olan küçələrinəndir. Narkotik alverçiləri Binəqədi rayonu Binəqədi kəndi Cəfər Cabbarlı küçəsində yaşayan sakinlərin bir aya yaxındır yuxusunu ərşə çəkib. Evlərin işıq, qaz, su sayğacları, darvazaların altı, pəncərələrin qarşısı narkokuryerlər tərəfindən narkotik vasitələrin qoyulması üçün seçilmiş məkanlardır. Bu görüntüdə də aydın görsənir ki, narkotik qoyulan ünvana kuryer avtomobillərin rahatlıqla daxil olub çıxır. Maşınla, konumla axtarırlar, zaborun dibini axtarırlar. Görürsünüz ki, Kimsə eşələnir. Burada yaşamayan bir adam gəlir eşələnir. Qaranlıqdır. Nə ağarsan burada? Nəyimsə düşüb bura, nə düşə bilər? Körpə uşaqlar var evdə, çıxırlar, narahat oluruq, qorxuruq. Gecə uşaqlar işdən gələn vaxt olur, 12 olur, 1 olur. Qızım çöldə işləyir, gəlir gecənin bir vaxtı. Hasarın dibində gecələr nəsə axtarırlar, bilmirik nəsə axtarırlar. necə adamlar, yaşlı adamlar, cavan adamlar. Yaşlısı da var, cavanı da bilmirik nə axtarırlar. Şahid sakinlər deyir ki, həmin şəxslər hər gün gecə saatlarında bu ünvanda peyda olurlar. Onu da iddia edirlər ki, narkotik axtarışına gələn şəxslər 10 SP 277 dövlət nömrə nişanlı minik avtomobilindən istifadə edirlər. Bax, qapılara, küçələrə, torpaqların, otların içinə. Bax, buradan belə çəkiliş gedə-gedə atırlar. O hasarın dibinə, nə bilim, zibilliyin yanına açırlar, gedirlər gündüz. Gecə də gəlirlər, tapbatırıb aparırlar. Məhəllədə 50 dənə balaca körpə uşaq var. İndi mənbəyi oradır, kimdir, nəçidir bilmirəm valla. Burada sayğacından tapıbdılar. İnsanlar evinin sayğacından tapıb. Artıq söz gedən ünvanda ötən gün Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən əməliyyat həyata keçirilib. Nəticədə Binəqədi qəsəbəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsində və dövriyyəsində şübhəli bilinən 18 nəfər saxlanılıb. Hazırda həmin şəxslərlə bağlı müvafiq araşdırmalar aparılır. Daxili İşlər Nazirliyi tərəfindən narkotik alverçilərinə qarşı mübarizə tədbirləri bu gün də davam etdirilir. Lakin cəmiyyətimizi zəhərləyən, insanların həyatını və sağlamlığını məhv edən bu kimi şəxslərə qarşı mübarizədə təkcə hüquq mühafizə orqanlarının fəaliyyəti kifayət etmir. Vətəndaşların da ayıq-sayıq olması, şübhəli hallarla bağlı dərhal aidiyyəti qurumlara məlumat verməsi, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında mühüm rol oynayır. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.